Salam əziz tamaşaçılar. Bugün övladımla gəlmişəm isitmə bulağına su götürməyə. Evimizdən xeyli uzaqdır. Dağların qoynudur. Şəkiyə gələndə bu tərəflərə gəlin, amma xahiş eləyirəm ki, özünüzlə gətirdiyiniz yeməkdir, sudur, onların qabıdır, cığarasıdır, kənar ətraf mühiti korlamayın. Məişət tullantıları ilə kirləməyin. Çox gözəl yerlərdir, sərin yerlərdir. İndi də yağış yağması gözlənilir. Bir neçə gün Şəki tərəfə yağır. Dedim bu gözəllikləri sizə də nümayiş elətdirim. Gəlin, sağ-salamat gəlin, səyahət eləyin, səfər eləyin, ailə üzvlərinizlə, əzizlərinizlə. Ən çox da uşaqları gətirin. Onlar yavaş-yavaş öz xatirələrin toplasınlar, qocalanda nəvələrinə danışmağa, övladlarına danışmağa. Xatirələri olsun, gözəl xatirələri olsun. Onlara telefon, televizor, təbiətin qoynunda olan nə emosiyaları vermir, nə xatirə toplamır yaddaşlarına. Bu bulağı da tikən, qoyan, gedən, sağ olan, sağ olmayan kim var idisə Allah hamısına rəhmət eləsin, Allah hamısına razı olsun. Ölüyə də rəhmət var, diriyə də. Bu qədər. İşiniz avan da olsun, canınız sağ.